Rəbb bizi bu günləri həlim olmağa çağırır. Rəbb bizi bu günləri tövbəyə çağırır. Əgər indiyənə kimisə hardasa qürurlu olmuşuq, hardasa özümüzü çox yuxarılarda görmüşüksə, əgər indiyənə kimi ürəyimizdə o cür yüksək düşüncələrə qalmışıqsa, Rəbb bizə bu günləri şans verir dəyişməyə. Rəbb bizə şans verir ki, biz ondan nümunə götürək. Çünki İsa Məsih yaxları İsmail qardaşım dediyi kimi deyir, mənim boyunduruğumu üzərinizə götürün və məndən öyrənin. Çünki mən həlim və qəlbən itayətkaram. Bununla canınıza rahatlıq taparsınız. Mən o rahatlığı kimlər əldə eləmək istəyirsə, onları bura tövbəyə dəvət edirəm. Kimlər İsa Məsihi qəbul eləmək istəyirsə, kimlər həyatında o bütün ağır yüklərindən azad olmaq istəyirsə, kimlər indiyənə kimi o çətinliklərdə yaşayırsa, baxsın həyatına və bu günləri o qərarı versin. Musa Peyğəmbər dediyi kimi, mən sizin qarşınıza həyatla ölüm, xeyir dua ilə lənət, bu iki yolu qarşı-qarşıya qoyuram. Amma məsləhət görürəm ki, xeyir duanı, həyatı seçəsiniz. Və bu həyatı bizə bəxş edəcək yeganə şəxsiyyət var, onun adı İsa'dır. Ancaq o verə bilər o həyatı. Amma bizdən xahişi, istəyi budur ki, biz özümüzü aşağı tutaq. Biz özümüzü aşağı tutaq ki, vaxtı çatanda Rəbb bizi izzətləndirəcək.